Ay xanım sənə qurban olum. Nə Yasamal rayonunda bütün icra başları hamısı baş kəsəndilər. Hamısı oğru bandit. Əlləri qandadılar hamısı. Nə danışırsın? Nə icra? Benim təkcə Yasamal başçısıdır. Bizim qanımızı içirlər bunlar. Bizim qanımızı içirlər. Ay millətini faizə oturan məmurlar. Əvvəl bank idi, indi də otuzdurublar bizi limitə. Qaz, işıq, su. Evdə qaz yandıra bilmirik Lişniraz ki. O nə deməkdir? Qazımız, neftimiz bizdə olala. Sən bizi ne qaza otuzdur, limitə otuzdurmuşsan. Hə? Ay rayonda aftafa görməyənlər. Eşeği qoyun sevənlər gəlib burada Lubovnisi saxlayırlar. Məmur olublar. Hə? Bizi saymırlar. Allah bəlovuzu versin elə sizin. Şəhidlərin qanı burnunuzdan gəlsin. Şəhidlər gəlib buradakı erməniləri qırıydılar, bu vicdansız məmurları. Sonra gedib oradakı erməniləri qırıydılar. Çünki bizdəkilər bizi bura yox, bura yığıblar. Bəs sürün də day, nə istəyirsiniz? Nə istəyirsə bəstör sizin yığdığınız pul, ay burnunuzdan qan tökülsün. Qanun zad yoxdur Azərbaycanda. Azərbaycanda qanun tapdanıb. Vəzifədə oturanlar heç biri pulsuz oturmayıb orada. Heç biri. Buna bütün Azərbaycan bilir. Bütün dünya bilir ki, rüşvət baş alıb gedir Azərbaycanda. Birisi nəfsinizi yığışdırın da, nə olub bəyəm? Pul bəyəm belə əziz şeydir. Bunların arvadları, uşaqları baxmır ki, bunların analarına, atalarına nə qədər sözlər deyilir. Bəs sürün də, nə istəyirsiniz?